بارئ النسم سبحان الله المصور. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، وصلى الله على سيدنا محمد وآله الطيبين الطاهرين، وأفوض أمري إلى الله إن الله بصير بالعباد. قال الله تبارك وتعالى في محكم كتابه الكريم: أولم يكف بربك أنه على كل شيء شهيد. صدق الله العلي العظيم. Əziz və hörmətli tamaşaçılar, əziz müsəlman bacı və qardaşlar, sizi bugünkü İslam əqidələri adlı dini verilişdə ürəkdən səmimanə salamlayıram və ümid edirəm ki, bu verilişin sonuna qədər bizimlə olasınız. Bizim bəhs etmək istədiyimiz mövzu İslam əqidələri haqqındadır. Amma öncə istərdim ki, din haqqında ümumi bir məlumatı siz əzizlərin nəzərinə çatdırım. Biz din deyəndə nə başa düşürük? Əgər dinin nə olmağını başa düşməsək, İslam dininə və İslam əqidələrinə növbə çatmır. Buna əsasən lazımdır ki, biz əvvəlcə də din haqqında az da olsa müqəddimə olaraq söhbət edək. Əziz və hörmətli bacılar və qardaşlar, bildiyiniz kimi hal-hazırda dünyada müxtəlif dinlər vardır. Amma bu dinlərin bəziləri ilahi dinlər, başqa bir hissəsi isə bəşəri dinlərdir. Bəşəri din dedikdə, yəni insanlar tərəfindən yaradılmış dinlərdir ki, adına din qoyublar, amma həqiqətdə din deyirlər, bəlkə qondarma dindirlər. Müəyyən öz şəxsi hədəflərinə, öz şəxsi məqsədlərinə çatmaqlıqdan ötürü müəyyən ideya ilə, müəyyən məktəblə yaradıblar bunları və adını din qoyublar. Bizim siz əzizlərə bəhs eləmək istədiyimiz mövzu din haqqındadır. O dini ki, Allah tərəfindən gətirilib. İlahi din dedikdə, yəni Allah tərəfindən peyğəmbərlər vasitəsilə insanlar arasına göndərilən dindən söhbət gedir. Bildiyiniz kimi, bütün dinlərin hədəfi bir olubdur. Hamısı insanları paçlığa, düzgünlüyə, təmizliyə, bir cümlədə insanları həqiqi xoşbəxtliyə və həqiqi səadətə dəvət etməkdir. Biz bu din haqqında danışmaq istəyirik. Dini bizim alimlər bu cürə tərif edirlər. Din, yəni bu dünyanın, insanların, kainatın yaradanına inanmaq və onun tərəfindən göndərilmiş əqidələr, qayda və qanunlara boyun əkmək və itaət etməkdən ibarətdir. Və bu dinlərin hamısının məqsədi insanları həqiqi səadətə çatdırmaqlıqdır. Bu hədəfdə heç bir din başqa dindən fərqlənmir. Söhbət ilahi dinlər haqqındadır. Amma İslam dininin başqa dinlərdən fərqi vardır. Fərqi də hədəfə qayıtmır. Əvvəldə dediyimiz kimi hədəflərin hamısı birdir. Hədəfdə müştərəkdirlər. Lakin İslam dininin başqa dinlərdən fərqi vardır. O fərq nədən ibarətdir? O hədəf qayıdır buna ki, İslamdan öncə gələn bütün dinlər özündən sonra gələn dinin vasitəsilə nəsx olurdu. Nəsx yəni etibardan düşürdü. Allah Müteal bəzi məsləhətlərə görə müəyyən hökmləri peyğəmbərlərin vasitəsilə həmin ümmətə, həmin peyğəmbərin ümmətinə göndərirdi, amma o məsləhət müvəqqəti idi. O məsləhət tamam olandan sonra Allah Taala həmin o hökmü etibardan salırdı. Əvvəldə nazil olunmuş hökmün etibardan düşməkliyi sonradan gələn dinin vasitəsilə ya peyğəmbərin vasitəsilə İslam terminində
nəsx adlanır. Amma İslam dini elə bir dindir ki, ondan sonra heç bir din gəlməyəcəkdir. Həmçinin İslam peyğəmbərindən də sonra heç bir peyğəmbər Allah tərəfindən insanlar arasına göndərilməyəcəkdir. Əziz və hörmətli tamaşaçılar, əgər bu mətləbi biz istəyək Qur'andan istifadə eləyək, Qur'anda bunun üçün çoxlu dəlillərimiz və ayələrimiz vardır. Belə ki, Allah Mütəal Qur'anın Ali İmran surəsinin 19-cu ayəsində belə buyurur. İnnəd-dinə indəllahi əl-İslam. Həqiqətən Allah yanında din İslamdan ibarətdir. Və başqa bir ayədə Maidə surəsinin 3-cü ayəsində belə buyurur. Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aləykum ni'məti və razıytu ləkumul İslamə dinə. Bu ayədə buyurulur ki, mən bugün sizin dininizi kamil etdim və sizə olan mənəvi nemətlərimi tamamladım və İslam dinini siz üçün bəyəndim və seçdim və razı oldum. Göründüyü kimi, bu ayələr aşkar surətdə İslam dininin axırıncı və kamil bir din olmalığına dəlalət edir. Həmçinin Allah Mütəal Əhzab surəsinin 40-cı ayəsində مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِجَالِكُمْ وَلَكِنْ رَسُولَ اللّٰهِ وَخَاتَمَ النَّبِيِّينَ وَكَانَ اللّٰهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا. Buyurur ki, İslam Peyğəmbəri Muhammed salavatullahi aleyh Allahın Rəsulü və Peyğəmbərlərin sonuncusudur. Bu ayədə Peyğəmbərin axırıncı bir Peyğəmbər olmaqlığı aşkar surətdə görünür. Amma İslam dini fərqi bundadır ki, İslam sonsuz bir dindir. Axirət zamana qədər davam tapacaqdır. Bu mətləbə hədislərimizdə də işarə olunub. Məsələn, hədislərin birində məsumlardan belə nəql olunub ki, Şər'u Muhammedin sallallahu aleyhi və alihi və səlləm müstəmirrun ilə yevmil qiyamə. İslam Peyğəmbəri Muhammed salavatullahi aleyhin dini qiyamət günə qədər davam tapandı. Buna əsasən, hal-hazırda olan bütün din sahibləri ki, İslamdan qabaqki dinlərin tabi olmuşdular, onlara da lazımdır ki, İslam dininə tabi olsunlar. Amma İslam dininin mənbəyi olan Qur'an və hədislərə biz müraciət eləyəndə görürük ki, İslam maarifi də 3 hissəyə bölünür. Onlardan biri əqaid bölməsi, etiqad bölməsi, ikincisi əhkam bölməsi, üçüncüsü isə əxlaq bölməsidir. Əhkam dedikdə biz nə başa düşürük? Əhkam deyəndə, yəni Allah tərəfindən göndərilmiş qanunlar. Bu bölmədə Allah Taala'nın insanlara halal etdiyi şeylərdən, haram etdiyi şeylərdən geniş surətdə bəhs olunur. Həmçinin vacibatlardan bəhs olunur. Hansı əməllər insana vacibdir? Hansı şeylər müstəhəbbidir? Hansı şeylər məkruhdur? Əlbəttə, vacibin mənası nədir, müstəhəbbin mənası nədir? Gərək o kitabların özlərinə müraciət olunsun. Amma bu qədər demək lazımdır ki, əhkam bölməsində yalnız və yalnız insanların əməlinə aid olan hökmlərdən bəhs olunur. Amma əxlaq bölməsində isə insanların rəftarlarının necəliyindən bəhs olunur. İnsan bildiyiniz kimi bu dünyada öz fərdi xüsusiyyəti var. Ailədə olan xüsusi rəftarı vardır. Cəmiyyətdə olan rəftarı vardır. İnsan öz şəxsiyyəti necə olmalıdır? İnsan ailədən necə rəftar etməlidir? Cəmiyyət içində necə rəftar eləməlidir? Bunun necəliyi və keyfiyyəti əxlaq elmində bəhs olunur. Bunların hər birinin həm əxlaqın, həm əhkamın özünə məxsus əhmiyyəti vardır. Lakin əqaid bölməsi bunlardan çox mühümdür. Belə ki, əgər insanın əqaidi, etiqadı düzgün və eyibsiz olarsa, onun əxlaqi keyfiyyətləri də düzgün olar və o Allah tərəfindən göndərilmiş bütün hökmlərə də düzgün şəkildə əməl edər. Ona görə də əqaid elmi, etiqad elmi çox mühümdür. Amma etiqad deyəndə, əqaid deyəndə biz nə başa düşürük? Əziz və hörmətli müsəlman bacı və qardaşlar, bu mətləbə diqqət edin.
Əqaid elmi çox mühümdür. Ona görə ki, əqaid və etiqad elmi Allahdan bəhs edir. Allahın gözəl, cəlal və cəmal sifətlərindən bəhs edir. Və həmçinin Allah tərəfindən göndərilmiş peyğəmbərlər və ilahi rəhbərlər olan məsum imamlardan bəhs edir. Qiyamətdən və axirət günündən bəhs edən bir elmdir. Buna görə əqaid elmi və etiqad elmi çox bir mühüm elmdir. Bizim siz əzizlərlə bəhs etmək istədiyimiz mövzu da həmin etiqadat barəsindədir, əqaid barəsindədir. Bu əqaidin özündə də müxtəlif mövzulardan bəhs olunur. İşarə elədiyim kimi birinci mövzu Allah barəsindədir. Allahı sabit edən dəlillər hansılardır? Biz hansı yollarla Allahın vücudunu sübut edə bilərik? Bizim İslam alimləri, filosoflar, kəlam elminin alimləri müxtəlif dəlillərlə Allah Taala'nın vücudunu isbat edirlər. Amma bunların arasında ən mühüm yol və bütün insanların dərdinə dəyən burhan vardır ki, bu burhan haqqında mən sizlə söhbət etmək istərdim. Bu burhanın adı ibarətdir nəzm burhanından, nəzm dəlilindən. Belə ki, bu nəzm haqqında həm Qur'anda, həm hədislərimizdə çoxlu təkidlər olunub. Nəzm dedikdə biz nə başa düşürük? Əziz və hörmətli müsəlman bacı və qardaşlar, nəzm dəlili elə bir dəlildir ki, biz bunun vasitəsilə bu aləmin, bu kainatın yaradanının özün sübut eləməklikdən əlavə, onun gözəl sifətlərindən olan elm sifətini, qüdrət sifətini və həmçinin həy olmaq sifətini də sübut edirik. Buna əsasən, hər bir insanın vəzifəsi budur ki, gözəl və dəqiq dəlillərlə öz Allahını sabit eləsin və sübuta yetsin. O dəlillərdən biri nəzm dəlilidir. Əziz və hörmətli tamaşaçılar, burada bizə ayrılan vaxt tamam olduğundan mən sözümü Əli əleyhissalamın gözəl bir hədisi ilə sona yetirirəm. O hədis ibarətdir bundan ki, Əli əleyhissalam Nəhcül Bəlağə kitabının 1-ci xutbəsində buyurur: Əvvəluddini ma'rifətu. Dinin əvvəli Allahı tanımaqlıqla başlayır. Əgər biz həqiqi müsəlmanıqsa, həqiqi dindarıqsa, bizim əvvəlinci vəzifəmiz Allahı tanımaqdan ibarətdir. Buna əsasən çalışağın öz Allahımızı düzgün dəlillərlə tanıyaq. Bizim bəhs eləmək istədiyimiz nəzm dəlili İnşallah gələn verilişlərdə geniş surətdə bu barədə siz əzizlərlə söhbət edəcəyik. Sağ olun, salamat qalın. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh.